Salam dostlar, yepyeni bir videoda hamınız xoş gəldiniz. Tekniko Azərbaycan kanalına hamıya salamlar. Bugün Pixler'də daha doğrusu necə asan amma yararlı və belə deyək ki, elə çox gözəl, professional bir YouTube profilini düzəltmək sizə göstərəcəyəm. Bunun üçün saytımız var, Pixler. Bunun altında linkini verərəm, oradan girə bilərsiniz. Davam edək, bundan aşağıya basırıq və qabağımıza Pixler Editor və Pixler Express gəlir. Belə sadə, professional yox, sadə düzəltmək istəyirsinizsə Pixler Express'i mən tövsiyə edərəm. Amma biz bu dəfə professional düzəldəcəyik, bu səbəbdən də Pixler Editora deyirik, Launcher Web App. Elə bunu işlədəndə elə biləcəksiniz ki, siz bir Photoshopla işləyirsiniz, belə deyək. O açılana qədər biz də qıraqdan arxa planımızı seçək. Bura ya banner yaza bilərsiniz ya da elə Türkçə arka plan yazırıq və bekləyirik. Arka plan fərq etməz, yəni necə ölçüdə olsun, necə olsun. Bu elə sizdən asılıdır. Daha məsəl üçün belələri var. Şeyləri var. Görək hansıları bunlar. Beləsi ola bilər ya. Çox yaxşılar da yoxdur, olur qədərdir. Bu olsun. Resmi farklı kaydət edirik. Ayrı kaplan yazmışam, ona görə çıxmışlar. Image kaydət edirik. Daha sonra məsəl üçün oyun kanalı açmaq istəyiriksə bunu edə bilərik. Məsəl üçün joystick edə bilərik. Joystick yazırıq. Amma arkasına yadınızdan çıxması joystick.png yazırıq ki, arxa planı silinmiş olsun. Gözəl bir joystick. Gözəl məsəl üçün bu ola bilər, amma daha yaxşısı, daha uyğundur məncə. Məsəl üçün bu. Arxa planı yox oxşur, amma biraz da var oxşar. Daha yaxşı, daha qəşəngdir bu, amma yenə də arxa planı belə eləyək də. Bir dəqiqə. Bu PNG. PNG olduğunu hardan bilirsiniz? Baxın, arkada göründüyü xət, ağ, boz belə xətlər var. Belə olduğunu, PNG olduğunu bilə bilərsiniz. Belə. Sağda gələcək. Aha, gəlir. Bu nədir? Yeri geçsən Allah. Saytına geçdik ama neyse. Resmi farklı kaydedecek. Burada kaydolunsun. Gözleyin burada. Resmi farklı kaydedecek. Bu niye böyle kaydettik? Ne böyle değil ki bu? Bir resmi farklı kaydet. Resmi farklı kaydettiğinde böyle değil ama katılar devre. Daha sağdan geçerler. Başka neler gelecek? Belirleyecek. Daha sonra resmi farklı kaydedecek. Tamamlayacak. Bu alındı. İyice online foto editöre gedik. Yeni bir resmi oluştur deyirik. Və bunun belirleyək ki, baxın, adını istədiyiniz qoyabilirsiniz. Mən məsəl üçün bir Məhəmməd oyunda. Daha sonra bu ölçülər sizin üçün çox önəmlidir. Bunu buradan da seçə bilərsiniz, amma mən daha çox belə deyib, belə önərəm. Belə 500'ün 500'e gözəldir, 500'ün nisbətində şəffaf da gözəldirsiniz, amma mən arxa plan qoyacağım üçün şəffaf eləməm. Belə bir şey çıxdı. İndi bunu dosya edirik və yeni resim deyirik. Başqa şey yok. Dosya deyirik. Resmi aç deyirik. Resmi aç. Burada. Şimdi hara kaydələmişdiksə oraya gedir. Mən bura kaydələmişdim və buradan götürəcəm.
Ya kapağımız var. Niye izledik biz boş yere? Aa, ne oldu? Yani. Mesela bu da olabilir aslında ama. Vakit geçmesin diye hemen birini götüreceğim. Hala kaydettim. Aa, bir de burada taptım. Tamam herhalde götürdük bunu. Bunu yiyeceğiz. Götürüp 5'te uğramayın. Çok pis ettik bundan sonra. Sayfayla. Ne oldu bunlara? Çık daha bala çık. Yo, şükür. Dosya, resmi aç. Arka planını sana. Şurada bir tane joystick'imiz var ki ya. Yadımdan çıksın o. Şimdi. Hadi git ya. Şimdi getirdik. Yeter ediyor diğer bir şey. Yeterliymiş. Ha taptım. Şimdi biraz da yeterli bence. Bunu bağlayalım sana. Tamam. Biz bunu biraz da yeterli. Aa, bu sağa solaymış. Çok iyi olsun. Götürebilsin yani. Buradan yeterli biraz. Bakın böyle bunu buradan götürüp böyle götürdük ki. Neyse biz bunu bu niye böyle oldu? Benim anam akıllı değil, bunlar niye böyle değişik hareket ediyor? Görüntü oyunun katmanı geçmiş tam ekran. Katmanlar geçmiş gözün ağır seçenekleri. Burasını göstereyim. Burasına mesela için yazacağıq. Dediğim gibi Məhəmməd oyunda belki yazmak istedik. Buradan bunu götürürük. Koyuruq bura. Bunu necə azaldacağıq biz? Biz belə azaldaq. Bunu götürüp yazılıp buna yazalım. Azaltmak istedim bunu. Oyunda bu ağırdan görsün. Herhangi istediğiniz edebilirsiniz. Ha bak buradan istediğiniz rengi görebilirsiniz. Kırmızı benim kanalımın rengi. Ama bu az kaldı. Məhəmməd oyundaydı. Altına da mesela joystick verdi. Dosya resmi görüyoruz da
joystickimiz burada olacak. Bakın 2 tane joystick var, ben yine bir joystick yaparım. Ses. Hani buydu. Atölyelik. Nedir bu? Yerleştirdik. Atölyelik. Böyle oldu. Neyse, ben 2 temiz bitirdim bölgede. Olur, neyse, böyle bir şey edirsiniz. En yaxşısı siz bunu öğrenip daha yaxşı eləyin. Ben böyle şeylerde pro değilim ama yine de özünü yoklamak istedim. İşleri ilk günde saldım. Neyse, ekspertə qalib yenidən elə bilərdi, amma vaxt atmayacaq. Bu bölümlük bu qədər. Kanalımıza abunə değilsinizsə abunə olmağı, əgər bəyəndiysəniz rəy bildirməyi, bəyənmədiysəniz dislike eləməyi, rəy bildirməyi nə idi? Like eləməyi, bəyənmədiysəniz dislike eləməyi, ən əsası da mənə verəcəyiniz şəkildə mən işlər edəcəm. Rəy bildirməyi unutmayın. Bu bölümlük bu qədər. Sağ olun.